Guys, we are from Indian. Please subscribe ma'am channel. My heart and my soul belong to my Hindustan. Yes, yes. Yes, but we are so Onu tired. beğenmemek olar. Ben Elmina ulduz olub. Elmina ilə fotosesiya eləyirlər. Salam to Azərbaycan. Salam. Salam, Azərbaycan. 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 Baxın, bura məsciddir. Ümumiyyətlə Tac Mahal 5-ci günlər bağlı olur. Deməli, Dehlidən Aqraya gələn yolun üstündə belə Shiva Dhaba adında belə bir kafeyə gəlmişik. Burada səhər yeməyimizi yeyəcəyik. Məncə çox qəşəng, səliqəli bir yerə oxşuyur. Təmiz yer oxşuyur, hə? Qəşəng yer oxşuyur. No, Azərbaycan. Wow, ne güzel kafede. Aa, orada Şivan şekli var. Bak ona göre Şivan şekli var. İçeride oturak çölde. Ama içeri bence ya. Çöl geçeydi. Öyle mi? Ha. Size sual vereceğim. Sizce bu kız Hindistanlıdır yoksa Azerbaycanlı? Please speak in Hindi. in Hindi. एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू। ईश्वर का आशीर्वाद होता है एक चुटकी सिंदूर, सुहागन के सर का ताज होता है एक चुटकी सिंदूर। Applause. Where is your applause? Sundar, Sundar. Sundar. Çok pihayi. हाँ, बहुत अच्छा. Belə bir yerdəyik. Bu qədər yeməyə 7 manat. Dadlı görünür, ha? हाँ. Bu çörəyin adı nə idi? Bu çörəyin adı nə idi? Papat, papat. Papat. Bunlar rotilerdir. Bunlarsa rotilərdir. Bax. Yemediklerimizi, yiyebilmediklerimizi özümüzden götürelim. Hə. Avtobusda yer çörekti de. Kom deməklə sonra papat. Zordur. Zor, eğlenceli. Xoş görsəniz. Hə. Nə hər şey deyil. Dadlı bir yemək sifariş etmişik, baxın belə. Əvvəlcə bunun dadına baxaq. Sevil, bu yeməyi mi? Abi deyir. Sevil. Şöhretleri köşküde verin yesin. Tamam. Bakın bunu belə götürürsünüz. Burada müxtəlif yeməklər var. Zaten batırılan bunlar. Adı nə isim mənə? Ben çekmişim atarım sana. Elinə sevmisən? Ha, çektim. In India. Yes. Arpit, to be Indian So you or... don't say bad words. Yes, yes. Don't say bad words. Online. Hindustan zindabad, Tan zindabad, hey or zindabad rahe. Yeah, proud to Indian. Hə. Ya bu bir şükürdür. Agrada deməli Marriott, Courtyard Marriott oteldə qalacağıq. Namaste, namaskar. Namaste. From here? Kızlar buradan gəlin, qeydiyyatdan keçin. We are coming from Delhi. From Delhi. But we are from Azerbaijan. Very, very good, very nice. We are Indian. I am local. My heart and my soul belong to my Hindustan. Yes, yes. I have before not living. Have been in India before. I have been 6 times in India. Yes. And Taj Mahal when Eight Indian. Ha, okay. Ha, çox sağ olun, su da verdilər bizə. 8'e kadar şu Bizə su da verdilər, Buz sox da gibi de öyle. verdilər. Why the water is not cold? Gedirik otelimizə yerləşməyə. Aa, burada toy var. Toy deyil. Welcome to Haldi ceremony. Namaste. Yes. Namaste. no, anniversary 25th anniversary. It's really nice girl. Really? Hello. Hi. It is made out of
बहुत बहुत धन्यवाद Take some treat. Take some treat. Hint dondurması mənə verdilər. Hadi yiyelim. Let's go. Try some Indian sweets. Thank you very much. Bizi yeməyə dəvət elədilər. Hadi ye. Gəlin sizə içərini göstərim. Papa. Gəlin, welcome. Wow. Gecəydən. Süper, indi bunu mənə ver, özüm çəkəcəm uşaq arxasına. Toya dəvət almısınız, yaxşı deyil. Hə. Belə. Burada şkaf var, belə böyük bir şkaf. Agrofortun şəkilləri var divarda. Burada nələr var? Deməli, şirniyyatlardır, daha doğrusu çay, kofe, su. Ondan sonra baxın görün burada nə var başqa. Belə bir şkaf var. Daha sonra burada ayaqqabı da qoyublar. Otaqda rahat gəzmək üçün. Belə. Baxın başqa nə var. Ütü də var, nə yaxşı. Necə də uyğun geyinmişəm, çünki haldi seremoni, yəni haldi mərasimində belə sarı geyinirlər. Makyaj sadə elədim əslində, yəni belə alma və s. nəsə qoymadım. Amma hər an fikrim dəyişə də bilər, qoya da bilərəm. Dəvət olunmuşum, amma dəvətsiz misafirçisiz. На годовщину свадьбы мы приехали. Sabahınız xeyir olsun. Bugün biz Aqranı tərk edirik. Daha doğrusu birinci Tac Mahala gedəcəyik. Ondan sonra isə başqa bir şəhərə gedəcəyik. Bugün çox maraqlı bir gün olacaq. Çünki Tac Mahalda çox maraqlı çəkilişlər etməyi fikirləşirik. Yəni qızlar xüsusi olaraq həyəcanlıdırlar. Çünki onlar ilk dəfədir Tac Mahala ziyarət edəcəklər. Və belə. Yəni bugün çox uzun yolumuz var. Çünki 2 dənə tarixi abidəni ziyarət edəcəyik. Ondan sonra Vrindavan şəhərinə gedəcəyik. Çünki sabah Holi bayramıdır və Holini qeyd etməyə gedəcəyik və burada isə biz oteli istəyirəm belə ümumi də sizin üçün çəkim. Bu oteldən ayrılmaq biraz çətin olur. Amma nə etmək olar? Başqa şəhərlərə doğru üz tutmaq lazımdır. Görək günümüz necə keçəcək. Bu arada sizdən bir xahişim var ki, məni izləyəsiniz. Sizin fikirləriniz, rəyləriniz mənim üçün çox önəmlidir. Həm mən həm də ki səhifəmi daha çox inkişaf etdirmək baxımından. O baxımdan da xüsusi olaraq da izləməyinizi istəyirəm. Yəni sadəcə olaraq bir dənə follow-nu bassaz, subscribe eləsəz kifayətdir. Bu həm də mənim kontentlərimin daha çox izlənməsinə və daha çox insanın Hindistanla bağlı daha məlumatlı olmağına gətirib çıxaracaq. Çünki mən çalışıram ki, buranın ən yaxşı yerlərini çəkim, göstərim ki, yəni əgər Hindistana gəlsəz, hansı restoranları seçin, hansı otelləri seçin, haralara gedin və s. Bununla bağlı ətraflı sizinlə bölüşürəm. Deməli, Tac Mahal üçün biz bilet aldıq 1300 rupiyə, yəni 27 manatlıq xaricilər üçün və bu qiymətə, yəni bileti göstərirsə sizə həm pulsuz su verirlər, həm də baxil verirlər. Çünki Tac Mahalın içinə girmək üçün mütləq şəkildə baxil geyinmək lazımdır. Bu arada hava da çox istidir burada. Yəni ki, dönəlim. Where are you from? In Agra? Are you from Agra? Nice. Agradandır. All are from Agra? Nice city. Magnet. Huh? Magnet. Not now, maybe after. Okay. Hello. Ora açıq idi, cəmaət oradan şəkil çəkdi. İndi oranı bağlayıblar.
sadəcə olaraq sözlər kifayət deyil, yəni bu gözəlliyi ifadə etməyə. Tac Mahal bilirsiniz ki, eşqin simvoludur və Moğol hökmdarı Şah Cahan tərəfindən tikilibdir. Öz həyat yoldaşı Mumtaz xatuna ithafən tikilibdir. Yəni buranın o qədər gözəl ab-havası var, o qədər gözəl atmosferi var ki, yəni vurulmamaq mümkün deyil. Və ümumiyyətlə Tac Mahal haqqında çox tarixi rəvayətlər var. Yəni onların hansının real, hansının qeyri-real olduğu haqqında məlumat yoxdur. Bilirsiniz ki, Şah Cahanın həyat yoldaşı Mumtaz xatun 14-cü uşağını dünyaya gətirərkən rəhmətə getmişdir və bunu qəbullana bilməyən Şah Cahan öz yoldaşına olan sevgisini əbədiləşdirmək üçün, ona olan sevgisini bütün dillərə dastan olsun deyə belə bir möhtəşəm abidəni tikmişdir və təxminən 10.000 fildən və 20.000 ustanın əl əməyi var burada. Və onu da deyim ki, 22 ilə tikilmişdir. Yəni 1532-ci ildə tikilmişdir və təxminən 20 il çəkmişdir inşası. Avstriyadan burada turistlər var və qəşəng şəkillər çəkirlər. Bu xanım məni çəkir. Mən onu çəkirəm. I take your video, you make my video. Okay, jetzt haben alle Taj Mahal vergessen. Was sehe ich? Alle haben so stehen zum Rücken zum Taj Mahal. Here. Şimdi deyir ki, Tac Mahal'ın arkamızı sönüp bunları çekmişsiniz. Görürsünüz nə deyir? Deyir ki, yəni Tac Mahal qalıb, amma bizim gözəlliyimizi çəkirlər. You want to take photos here? You take, we'll go there. We gehen dorthin, bitte. Bye bye, see you later. Really? Baxın, bura məsciddir. Ümumiyyətlə Tac Mahal 5-ci günlər bağlı olur. Çünki 5-ci günlər, yəni cümə günləri burada namaz qılınır. Üzü Tac Mahala doğru namaz qılınır. Mənim nitqi tutuldu. Məndən nitqi tutuldu gözəllik qarşısında. Elvira ulduz olub. Elvira ilə hamı çəksə. Thank you. Hələ bayaq daha çox çəkdirirdilər bizdən şəkil aşağıda. Aqrada. Yox, burada aşağısında. Bugün Tac Mahal'ın ulduzları bizik. Bəli. Çox gözəliz be. Kim deyir donarıcı? Tac Mahal'ın içinə buradan girirsiniz. Qeyd etdiyim kimi o məsciddir. Tac Mahal'ın minarələri. Bu arada fikir verirsinizsə Tac Mahal'ın deməli üzərində Quran ayələri var. Baxın. Birazdan Tac Mahal'ın içinə girəcəyik. Tac Mahal'ın içində isə Şah Cahanın və Mumtaz Cahanın, yəni Mumtaz xatunun məzarları yerləşir. Əslində orada video çəkilişə icazə vermirlər. Mən çalışacağam ki, çəkim. No, photo. My photo. Yes. Belə qaranlıq bir yer. Baxın, bu Tac Mahal'ın ətrafında belə bir çay var. Bu çayın adı Yamuna çayı deyilir. Qayıq da var orada. Elvira. Telefon səndə? Məndə də. Yes, let's me. Çəkil çəkdiririk Hindistanlılarla. Yes, come.
Thank you. Ulduz olanlar silsiləsindən. Yes? Selfie. Okay. Are you boy or girl? Boy or girl? चालू है वो जो नहीं चालू 28 सेकंड हाँ ले पकड़ना मोरी ए उत्तम मैडम को भैया एक फोटो ले लो मैडम वन फोटो वन फोटो थोड़ा थोड़ा पीछे ले लें थैंक यू मैडम का अरे भाई So hey guys, we are from Indian. Please subscribe ma'am channel. Bell icon press. Like Azərbaycan. Yes, I like. Salam Azərbaycan. Salam. Azərbaycan. Azerbaijan. Salam Azerbaijan. Yes. Yes. Oh, can you do this? ये पुष्पराज रुकेगा नहीं साला No? मतलब Ayın 14'ü, yəni martın 14'ü Holi bayramıdır, amma ayın this night come no problem good no problem come here görən neçə satırlar. Bari rolly andiyo come here Marble Taj Mahal no. I don't want this one Here. How many years do you work this is it here? here Ha. 15 years 15. 15 ildir burada çalışır, 15 ildir belə mağazası var. hearing bracelet but I give you same price Bizim qızlara baha qiymətdən satmağa çalışır, amma bizim qızlar Azərbaycanlı deyil, yalnız. Hi. Yani saldırmak çıkan What do you think? yes I'm selling for you How much? this is all set is 400 with the stone one and the brass a big bracelet with earrings 3 items how many you Oh can my god, you take all of them? Hamısını alırsan? Yok, dördünü. Bir de olabilir bunu götürün. Qəşəng rəhlərdir. Neçə vət? 3 You legal? Yes. No, thank you. Qızlar bura gəlin, bilet buradadır. No, thank you. you want to guy No. this is a big plaza I know. night madam I'll take a nice picture from inside Qızlar bura çox böyükdür, bir-birimizi itirməyək. I'll take a nice picture from inside madam come on Elmina ulduz olub. Elmina ilə fotosesiya eləyirlər. Let's go qızlar. Let's go. Gedirik Agrofortun içinə daxil olmağa. Bayaq da qeyd elədiyim kimi 650 rupidir bura giriş. Yəni hardasa 12-13 manat. Amma çox möhtəşəm qaladır, baxın. you want a guy Yaponiyadan qonaqlarımız var. Which city? Stay in Osaka Japan in Osaka Osaka. Yeah. Oh, Osaka. okay Başka bir Japonya. Osaka Japan hey Say, what's up
Salam to Azərbaycan. Azerbaycan. Salam to Azərbaycan. Say. Salam. Salam. Azerbaycan. Azərbaycan. Azerbaycan. Yes, salam to Azərbaycan. Salam Azerbaycan. Azerbaycan. Deməli Hindistanlıların bir sözü var. Looking like just wow. Yəni burada artıq 4-cü, 5-ci dəfə oluram və hər dəfəsində də vuruluram. Çox möhtəşəmdir. Deməli burada nələr qadağandı, onların hamısı yazılıb. Qala belədir. Agra Fort Moğol hökmdarı Babur Şah tərəfindən tikilibdir və həm qızıl qum, qırmızı qum daşından tikilibdir, həm də mərmərdən. İndi içərisinə gedəndə görəcəyik. Yəni həm İslam, həm Hind, həm də Fars üslubunda, yəni memarlıq üslubunda tikilmiş bir məbəddir. Bu arada bu məbəddə Şah Cahan həbs olunubdur, yəni öz oğlu tərəfindən. Bura haqqında çox maraqlı əfsanələr var. Bəzilərini istəyirəm sizə danışım. Bilirsiniz ki, Şah Cahan, yəni Moğol hökmdarı, Babur hökmdarı olan Şah Cahan Tac Mahallı öz həyat yoldaşı, yəni Mümtaz xatına ithafən tikmişdi. Lakin sonralar öz oğlu ilə taxt üstündə savaşlar baş vermişdi və oğlu da Şah Cahanı, yəni ki, həbsə atmaq qərarına gəlmişdi və həbsə baxın bu gördüyünüz abidə idi. Yəni Agra Fort. Hətta buranın o qədər gözəl dizayn ediblər ki, Şah Cahan burada pəncərədən, yəni həbs olunduğu yerin pəncərəsindən baxaraq Tac Mahalı görürdü və bu onu oğlundan istədiyi, ən çox istədiyi arzularından biri idi. Bir Mümtaz xatının yanında dəfn olunmaq, ikinci isə həbs olunduğu müddətdə Tac Mahalı görə bilmək. Elə çox maraqlı tarix var. Buradan özünüz də görəcəksiniz ki, Tac Mahal görsənir. Görürsünüz uzaqdan. Baxın. Bu abidə, yəni bu qala Tac Mahalla üzbəüz tikilibdir. Deməli, Agra Fortda Hindistanlı xanımlarla bir yerdə oturmuşuq belə. Malekul Agra restoranı var. O qədər əyləncəlidir. Demək olar ki, bütün turistlərin gəldiyi əsas restoranlardan biridir. Yəni əgər bura gəlsəniz, mütləq buranı seçməlisiniz də. Yəni həm Bollywood mahnıları, həm international, amma həftə sonu, yəni altı bazar daha çox deməli Bollywood mahnıları verirlər. Amma belə də yəni müasir mahnıları, hətta Azərbaycan mahnıları istədi, onu da qoydular.